A parametrinin hansı müsbət qiymətində sistem tənliyinin yeganə həlli var? İlk öncə birinci tənlikdə əvəz etmə aparam. X bərabərdir, A üstəgəl Y olur. Və əvəz etdiyimi gətirib ikinci tənlikdə yerinə qoyuram. X-in yerinə qoyuram. A üstəgəl Y-in mötərizə kvadratı, üstəgəl Y kvadratı bərabərdir 4. İndi müxtəsər vurma düsturuna əsasən kvadrata yüksəldək. A kvadrat üstəgəl 2AY, üstəgəl Y kvadratı, üstəgəl Y kvadratı yenə çıxılsın 4 bərabərdir 0. Bu Y kvadratı bunun kvadratıdır. Bu Y kvadratı da bunun kvadratıdır. İndi 2Y kvadratı üstəgəl 2AY üstəgəl A kvadratı çıxılsın 4 bərabərdir 0. Baxın, kvadrat tənliyə gəldi. Kvadrat tənliyin nə zaman yeganə həll olurdu? Diskriminant 0-a bərabər olandı. İndi gəlin D-ni hesablayaq. D bərabərdir. B kvadratı yerində 2A durur. 2A-nın mötərizə kvadratı çıxılsın 4 vurulsun. Y kvadratın əmsalı 2-dir. C-nin yerində də bu durur. A kvadratı minus 4 bərabərdir 0. 4A kvadratı çıxılsın 8A kvadratı üstəgəl 8 32 bərabərdir 0. İndi mənfi 4A kvadratı bərabərdir mənfi 32. A kvadratı bərabərdir 8-ə. A da bərabərdir plus minus kök altında 8-ə. Yəni plus minus 2 kök altında 2. İndi bizə müsbət qiyməti deyir. Ona görə A bərabərdir 2 kök altında 2 olacaq. Müsbət 2 kök altında 2. Cavab 2 kök altında.